Salamlayıram sizi. Salam. Mənim adım Cavaddır. Cavad Azmuradov, Tarix Coğrafiya müəllimi, 4-cü kurs tələbəsiyəm. 5 illikdir ixtisasımız 2 il olduğuna görə həm də VIP klubunun sədriyəm. Klubumuzun məqsədi əsasən müəllimlik ixtisasında təhsil alan tələbələri bir araya toplamaq, onların inkişafı üçün müxtəlif fəaliyyətlər həyata keçirməkdir. Bura gördüyünüz bu talk show, təlim, seminar və yaxud da film müzakirəsi, kitab müzakirəsi kimi fəaliyyətlər daxildir. Həmçinin yeni planladığımız infoturlar və s. var. Bununla yanaşı təcrübə proqramları və s. təşkil etməyə çalışırıq, kurslara göndərməyə çalışırıq ki, orada real dərs mühitini alışsınlar. Bu formada ümumi müəllimlərin inkişafı üçün çalışırıq. Belə. Bəli. Sizi tanıya bilərmi? Bəli. Əvvəla bu layihəyə görə həqiqətən çox şadam ki, belə bir layihə var. Xüsusən gənc müəllimlərin inkişafını dəstəkləyir. Yəni mənim oxuduğum dövrdə belə bir layihə yox idi açığı. Yəni bəlkə də var idi, mən görməmişəm. Ancaq olduqca yaxşı bir mühitdir ki, müəllimlər öz təcrübələrini ən azından bölüşə bilsin. Gənc, yaşlı fərq etməz. Zənn edirəm ki, təcrübəni bölüşmək üçün xüsusi bir yaş tələb olunmaz. Qətiyyən gənc olduğum üçün demirəm. Özüm Azərbaycan dil və ədəbiyyat müəllimiyəm. Bu ixtisası, eyni adlı ixtisası təbii bitirmişəm. Bakı Slavyan Universitetində təhsil almışam və təhsilim 2024-cü illər, o koronavirusun olduğu dönəm, bəli, biraz ağır bir dönəmə gəlib. Müəyyən müddət bizdə bilirsiniz onlayn oldu, sonra keçdik daha əyani təhsilə artıq 2-ci kursdan. Yəni biraz keşməkeşli bir dövr idi. Lakin olduqca yaxşı bir nəticə ilə bitirə bildim. Belə öyünmək kimi olmaz. 130 nəfər arasında birinci olmuşdum. Heç hiss olunmur deyəcəkdim də, amma yəni hiss olunur yəni. Adətən tərzimə və görünüşümə görə insanlar ümumiyyətlə mənim oxuyan olduğumu düşünmür. Bəzən olurdu ki, mən keçirirdim anketlər. Bilmirəm, məlumatınız var. 2-ci ixtisas üzrə də hal-hazırda hazırlaşıram, yəni 2-ci bir ixtisasa. Və insanlar qətiyyən mənim normal bir insan olduğumu, qıraqdan əli üzü düzgün bir insan olduğumu düşünmürdü. Qəribə bir təəssürat yaradıram bəzən olur. Hətta biz canlı şahid olduq. Bayaq bizim burada uşaqlar var. Fəaliyyətlərə gəlirlər onlarda. Balacalar üçün dərslər falan var. Deyirlər ki, o gələn kimi motora falan baxmaq istəyir. Öncəsindən bir arxası gəlmişlər. Xüsusən motosikl və s. biraz insanlar qəribə qarşılayır. Xüsusən Azərbaycan dil müəllimi deyirsənizsə, qabağında artıq bir personaj var. O ətəkli, səliqəli, nə bilim, ağ köynəkli birisidir. Və belə bir personaj məndə heç vaxt olmayıb, təəssüf ki. Tamam, onda lap əvvəldən soruşaq. Azərbaycan dil müəllimliyinə yönəlməniz nətər oldu, hadisəsi nətər gəlişdi oradakı prosesdə? Bilirsiniz, biraz bu məntiq evliliyi kimi bir şeydir. Çünki həqiqətən mən olduğum dönəmdə hazırlıq biraz mənim üçün çətin olmuşdu. Maddi sıxıntılar və s. Və 3-cü qrupa daha yaxın hiss etdim özümü. Gördüm ki, o ixtisaslar mənim üçün daha belə yaxındır. Və məntiqlə seçim etdim ki, hansı mənim üçün daha uyğun olar və hansı xüsusiyyətlərim ön plandadır. Gördüm ki, nitqim belə pis deyil, yaxşıdır. O, yəni şagirdə görə yaxşı idi. Çünki mən görürdüm ki, çox adam təbii nitq prosesində çox əziyyət çəkir. Təbii mənim də qüsurlarım var, amma o vaxta görə çox yaxşı hesab edirdim. Sonra öyrətməyi sevirdim, bir şeylər izah etməyi və bu xüsusiyyətləri cəmləşdirəndə əlimdə bu ixtisas qaldı. Başqa müəllimliklər də ola bilərdi, tarix, ingilis dili və s. Lakin düşündüm ki, bu ixtisas ədəbiyyatı da sevdiyim üçün, müəyyən qədər mütaliəyə daha belə yaxın olduğum üçün daha mənim üçün faydalı olacaq. Amma bir daha deyirəm, 18 yaşındakı o validənin qərarı sabit deyildi. Hər nə qədər sevsəm də get-gedə bu ixtisası və bu məntiqdən biraz sevgiyə doğru yönəlsə də, zamanla artıq ağlıma başqa fikirlər də, ideyalar da gəldi ki, təhsil sahəsində biraz daha genişləndirim işlərimi və açığı səbr etmədim və 1-ci kurs bitən kimi işə başladım deyə bilərəm. Məsələn, ətrafınız, yaxın çevrənizdə də dəstəkləyirdi bu qərarınızı, yoxsa əslində normal olaraq mən belə deyim də, mən universitetə girəndə atam mənə inanmadı. O cavablar çıxana qədər olan müddətdə deyirdi ki, mən düşünməzdim ki, sən bunu edəsən. Çünki bir daha deyirəm, biraz maddi sıxıntılar və s. hazırlıqlarda çox getməmək və insanlar düşünürdü ki, hər halda yəni bəli, belə düşünürdü. Amma özümü doğrultdum. Son 6 ayda məktəblər ki bağlandı, var gücümlə çalışdım. Bilirsiniz, bizim hətta blok imtahanımız yadıma gəlir, avqustun 13-ü mü, 14-ü mü olmuşdu. Yəni düşünün də nə qədər müddət var idi qabağımda. Onu o ki var istifadə etdim də. Bəlkə də koronavirusdan faydalanan tək adam mən ola bilərəm. Bəli.
Bəs bu ixtisası seçməsəydiniz hansı ixtisasa gedərdiniz? Bu sualın cavabı artıq məndə var. Belə ki, mən İndiki ağlınızda yoxsa o yaşki dövrdəki? o yaşlı dövrdə bilirsiniz, birinci qrupa anidən verə bilməzdim. Aha. Dənizçilik akademiyasını çox istəyərdim, amma təbii ki, bir qadının belə gəmidə fəaliyyəti, dənizdə fəaliyyəti o dövr üçün valideynlərimin düşüncəsincə təbii doğru deyildi və dəstək də olmazdılar açığı. Bilirsiniz, qadınları bəzən düşünürlər ki, ağır işlərə onlar öyrəşmir. Təbii, baxır, elə fiziki işlər var ki, kişilər daha yaxşı öhdəsindən gələ bilir. Və Dənizçilik akademiyasında yaxşı bir ixtisas sahibi, yəni gəmi kapitanına qədər istəyərdim ki, olum. Bu mənim arzum idi. Ancaq ki, indi buna görə üzülmürəm, çünki seçdiyim artıq növbəti ixtisas məni dənizə daha yaxın edir. Yəni bu barədə danışarıq inşallah. Tamam. O fikrinizə istilə gətirdiniz, yoxsa sadəcə özünün xəyal olaraqdan qaldı? Xəyal olaraq qaldı. Dilə gətirmədi. Yəni boşuna danışmaq istəmədim. Dedim ki, danışsam hər halda çox söz-söhbət olacaq. Çünki bildiyiniz kimi qadınların biraz o akademiyada və yaxud da hərbi sahədə işləməsi çox dəstək görmür və düşünürlər ki, sən özün hazırlaşsan belə fiziki olaraq ona dözümün ola bilməz. Tamam. Mesela universitet dövründəki fəaliyyətləriniz necə idi? Universitet dövründə inanırsınız o qədər oxuyurdum. Yəni həqiqətən mən 2-ci kursa qədər qayıt limiti nədir onu bilməmişəm. Sizə onu deyim, ya o qədər cahillik idi. Bir tərəfdən ancaq kitabdaydım. Yəni mən nə qayıtdan istifadə etmişdim 2-ci kursa qədər və sonuna qədər. Artıq 3-cü, 4-cü kursa dedim, vay sən dərsdə keçməlisən, sən təcrübə də qazanmalısan. O kitablar ki, mənim babam yaşındadır. Onlardan heç bir fayda almaq olmurdu. Yəni düzdür, müəyyən indi heç demək düzgün olmaz. Müəyyən faydaları var. Çox yaxşı insanlarla da tanış oldum və mənə ən yaxşı qatdığı şey universitetin sosiallığı oldu. Yəni insan içinə çıxmaq oldu və onun xaricində elm üçün çox əlavə mənbələrə müraciət etdim. Və demək olar ki, inanın bir könüllü fəaliyyətinə qoşulmamışam. Bu mənim ən böyük mənfim ola bilər. Yəni belə bir layihəyə qoşulmaq və yaxud da insanlarla daha yaxından belə fərqli bir həyat tanımaq, fərqli mühit tanımaq çox faydalıdır. Məsələn, ona görə hər zaman bunu dəstəkləyirəm. Ancaq özüm bunu etməmişəm. Bu mənim ən böyük səhvimdir. Çünki ancaq oxuyurdum, inanırsınız. 2-ci kursa qədər daim deyək ki, müasir Azərbaycan ədəbi dili cildlərin arasında itib batmışdım, lüğətdə itib batmışdım. Artıq 3-cü, 4-cü kursa gələndə ağlım başıma gəldi. Onda da mən artıq dərs deməyə başladım. Və demək olar qazanc əldə etmədən fəaliyyətimdə könüllü şəkildə, fərdi şəkildə dərslər deyərək bunu tamamlamaya çalışırdım. Göndər. Universitet dövrünüzdəki və əvvəlki dövrünüzdəki müəllimləriniz haqqında? Əvvəlki dövrdə məktəb fəaliyyətində Azərbaycan dili müəllimlərimdən çox razı qalmışdım. Onlar da mənim bu ixtisasa yönəldən amillər var idi. Görürdüm ki, çox anlayışlıdır. Mənə elə gəlir, ədəbiyyat oxuyan insanların zalım və yaxud da deyək ki, müəyyən qədər problem yaradacaq insan olduğunu düşünmürəm. Universitet dövründə çox dəyərli insanlarla tanış oldum. Təbii bu daha geniş idi məktəbdən. Belə deyim sizə, universitetdə məsələn, bəlkə tanıyarlar Fərrux Məmmədov, Rəhlə Qeybullayeva kimi çox dəyərli müəllimlər var idi. Onların biri dosent, biri isə artıq alim professordur və inanın o iki müəllimin dərsinə girmək insanın dünya görüşünü 10 qat artırır. Sadəcə bir dərs belə bunun üçün kifayətdir. Və universitet dövrü İndi Bakı Slavyan barədə biraz insanların o qədər də geniş anlayış olmur. Çünki çox adam ora getmir, ya Bakı Dövlət, ya Dillər Universiteti. Amma Slavyan Universitetinin Filologiya fakültəsi çox-çox, yəni möhtəşəm insanlarla doludur. Nə mənada? İxtisas fənləri, onu ayırım. Qeyri-ixtisas fənləri məncə çox zalımdır hər universitetdə. Xüsusən ədəbiyyat fakültəsində kafedrasında üzr istəyirəm, tanıdığım insanlar, yəni möhtəşəm idi. Hər bir müəllim çox şey qatdı deyə bilərəm. Müəllimlərdən bəs hər deyək ki, dövrdə olur da bir müəllim gəlir ki, maraqlı əhvalatlar danışır, məzəli söhbət edir, zarafatlar falan. Bu
Benim müəllimlərinizdən yadınızda qalan varmı və ya Bəli, belə var. onların danışdıqlarından? Mən Rəhilə Qeybullayevanı deyə bilərəm. Bu insan səhv etmirəmsə top universitetlərdə dərs demiş. Yəni Harvardda və s. mühazirələr oxumuş insandır və onun deyək ki, dünya görüşündən faydalanmaq bizim üçün çox maraqlı idi. Xüsusən bilirsiniz, hər bir dərsin arxasında boş bir fakt olmamalıdır. Yəni bunu sən oxucuya və abituriyentə və yaxud da şagirdə, tələbəyə sevdirməlisən. Öz fənnini sevdirmək üçün bunun arxasında da bir hekayə olmalıdır və bu müəllimlər bunu bacarırdılar deyə bilərəm. Biz məsələn bir maraqlı mövzu müzakirə edirdik şərab barədə, şərabın dinlərdə yeri barədə. Məsələn biz rast gəlirdik ki, bir çox demək olar müsəlman adlandırılan insanın belə yaradıcılığında şərab motivinə toxunulur. Təbii bu indi dini faktorlar var, burada ədəbi faktorlar var. Bunlar ayrı-ayrı məsələlərdir. Ancaq çox dolu-dolu mühazirələr keçdiyimizi deyə bilərəm. Ömər Xəyyama çox vaxt gedirdiniz. Bəli. Onun yaradıcılığı möhtəşəm. Bəs sizin dərs keçdiyiniz anlarda hansı belə şagirdlərə anlatdığınız bir başınıza gələn bir hadisə və mənim başıma gəlməyən qaldı məncə. Çünki dərəcəsinə görə sıralayaq. Bəli, birincisi gənc yaşda fəaliyyətə başladığım üçün zorakılığa məruz qalmışam. Yəni bir insanı buna görə zorakılığa məruz qoymazsan. Çünki bu görürsən gəncdir, heç kimə zərəri yoxdur, kimisə aldatmır, üstünə fırıldaqçılıq etmir, bəziləri kimi alıb da ortadan itmir ki, mən dərs keçmirəm. Belə bir şey yoxdur və dürüst bir fəaliyyətə başladım. Yəni şükür Allah, o əqidəyə sadiq qala bildim. İnşallah daimdə bu belə olar. Və fəaliyyətim boyunca 1-2 dəfə narazılıq oldu. Bu da özümə deyilməyib. Bu da arxadan deyilib və bu məni çox qırmışdı. Çünki mən daim dərs keçən zaman çalışıram ki, soruşum insanlardan, nədən narazısınız? Gənc olmağın gətirdiyi biraz əksiklik var. Çünki indi 35-40 yaşlı insanlara güvən daha çoxdur bu sahədə. Ancaq mən hal-hazırda öz nəticələrimlə onların nəticəsini gördükdə deyirəm ki, Validə, sən nə üçün narahat olmalısan? Çünki onların uşaqları da 100 bal toplaya bilir, sənin də uşağın 100 bal toplayır. Yəni burada hər hansı bir fəaliyyət əksikliyi, təbii ki, onlar qədər təcrübəli olmaya bilərəm. Burası yəni realdır. Ancaq metodları insan məncə elə uyğunlaşdıra bilər ki, o müəllimlərin yerinə çata bilərsən. Yəni müəyyən qədər onlarla bərabər yaşa bilərsən. Onları üstələmək təbii bu biraz egoistlik olar, o düzgün deyil. Ancaq ki, zənn edirəm bu fəaliyyətdə indinin özündə mənim əsas məqsədim belə olub ki, heç kim məndən qüsur tutmasın. Yəni deməsin ki, Validə, sən dərs yaxşı keçmədin. Və inanın ki, daim bizim dərslərimiz də maraqlı keçir. Hər nə qədər humoristik mövzular və s. də olsa da çalışıram ki, şagirdlərin üzərində o tələbkarlığı qoruyum. Çünki bəzən sui-istifadə halları da ola bilir bildiyiniz kimi. Sizin universitetdə sui-istifadə halı elədiyiniz yer olubmu? Müəllimlərə danışdığınız ən böyük yalan hansı olubmu? Mən demək olar ki, artıq 3-cü, 4-cü kursda dərs deməyə başlayırdım paralel. Və mənim üçün ikisini birdən aparmaq çox çətin idi. Elə olurdu ki, məsələn, daxil olurdum dərsə, bir dəfə yadıma gəlir, heç bir şey eləməmişdim və həmin müəllim yapışdı məndən ki, yox, sən danışmalısan və nə etdim? Cəmi 5 dəqiqə vaxt istədim. 5 dəqiqə ərzində mən yadıma gəlir o proqram vasitəsilə elə bir şey hazırladım ki, inanın özüm belə dəhşətə gəlirəm ki, orada bu əməli törətmək yəni mümkünsüz idi. 5 dəqiqə içində rəng alıb rəng verdim və elə bir PDF hazırladım və çıxdım onu mütaliə elədim eyni zamanda. O cəhətdən yaddaşıma güvənirəm və insanlardan da aldığım oradan-buradan bilgi kifayət elədi. Bunu qarışdırım, özümü sübut edeyim. Orada biraz saxtakarlıq eləmişdim da məcbur, çünki 0 yazmağa meyilli idi adam. Ondan böyük olmayıbdı. Yox. Halal, yəni biz hər şey bilirsiniz. Və şagirdlərin sizə qarşı dediyi ən böyük hansı olub, onu tutmusunuz? İnanırsınız, o qədər. 2 dəfə belə bir hal olub, sınaq nəticəsinin saxtalaşdırılması. Bəli. Yəni sən sınağa getmisən. Sən bu nəticəni niyə gedib üstünü qaralayırsan? WhatsApp-da qələm funksiyasından istifadə edin. Üzünü qaralayıb baxıram ki, bunu topladığı ilə balı üst-üstə düşmür. Yəni bu mümkünsüz bir şeydir. Hardan nə kəsələr ki, sənə o balı verələr. 2 dəfə o hal bu il baş verdi. Onu paylaşmadım, qəlbdə qırmadım da. Bir də öncəki zamanda baş vermişdi və bir də yadıma gəlir bir şagirdim var idi, ad demək istəmirəm, ötən il hazırlaşdırdım. Yəni
Mənim adıma şeir belə yazmışdı da bu qız. Aha. Buna gərək var. Bu qeyri-səmimidir və hər zaman bir şey müşahidə etmişəm. Kim ki sənə durmadan tərif yağdırır, o adam sənə əslində o qədər də normal münasibət bəsləmir həqiqətən. Və belə bir hadisə baş verdi. Sonra aradan müəyyən problemlər oldu, deyək ki, keçdi. Bu şagird dərsləri dayandırdı. Normal, yəni dedim ki, problem yoxdur. Narazılığın yoxdursa, əlbəttə ki, öz seçiminlə ayrıla bilərsən. Sonra gedib deyib ki, bəs mən 100 tam bal toplamışam, Validə müəllimin şagirdiyəm. Yəni mənim adıma əslində müsbət bir şey demiş olub, amma bu üzr istəyirəm saxtakarlıqdır. Sən o 100 balı toplamamısan. Sənin deyək ki, o toplaya biləcəyin bal deyildi. Bilirsiniz, hər cür dəstəyi verdiyimiz halda, hər cür materialla təmin etdiyimiz halda bəzən belə hallar baş verir. Və bu düşünürəm ki, normal bir psixologiya məhsulu da deyil açığı. Çox olub yəni belə şeylər. Həmin şagirdlərin gələcəklərindən bağlı ondan endişə eləməmiz lazımdır. Ümid edirəm ki, yaxşı olar. Təbii mən heç bir şagirdimi o cür pis bir şey arzu etmərəm. İnanın, birbaşa danlamaq yerinə dolayı yoldan onlara nəsihət də verməyə çalışıram. Sanki başqa birisinin başına gəlib də mən onu danışıram, yəni sanki başqa birisi haqqında danışıram. Çatdırmaq istəyirəm ki, bu normal bir hərəkət deyil, müəllimi aldatmaq, valideyni aldatmaq. Çünki sonda imtahan nəticəsi aşağı olduqda təbii ki, müəllim birinci göz qabağında olur ki, sən bu qədər müəllim yanına getmirsən və insanlar da ki, məni qaralamağa bir candır, nə mənada. Xüsusən gəncsinizsə həqiqətən və müəyyən qədər gözə batan işlər görmüsünüzsə, ayağınızdan çəkən çox olacaq. İnanın. Keçən dəfə başıma bir hadisə gəldi. Yaşı 30-35 arası bir xanım müəllim Instagramda götürüb mənim nəticəmi paylaşıb, mənim uşağımın nəticəsi. Dedi ki, mənə bunu uşaq yollayıb. Yəni uşaq saxtakarlıq edib, mən yox. Daha bilmirəm ki, nə qədər dürüsttür. Ancaq onu bilirəm ki, o uşağı mən hazırlaşdırmışam. Uşaq özü tapmışdı hətta ki, müəllim. Siz mənim müəllimim olmuşsunuz. Buna nə olub? Bu niyə paylaşıb? Belə bir hal baş vermişdi. Bəs oxuduqlarınızdan gənclərə tövsiyəniz, gənclərə demişdiniz istəyəcəksiniz. Pedaqoji yönümlü olmalıdır. Dünya ədəbiyyatı ola bilər. Gözəl. Pedaqoji yönümlü daha çox xüsusən gəncləri motivasiya edəcək. Təbii ki, məncə hər kəs bunu oxuyub. Yəni xüsusən dünya görüşü olan insanlar daha çox oxuyur. Ağ zanbaqlar və ya bəyaz zanbaqlar ölkəsi əsəri. Orada məsələn olduqca tali yüklü məsələlər həll olunur. Yəni indi məsələn biz Finlandiyaya həsrətlə baxırıq və düşünürük ki, bir fürsət olsa biz hətta oranın vətəndaş belə olmağa razıyıq. Amma düşünürəm Azərbaycanı da zamanla o yerə gətirmək olar. Necə ki, Sabirlər, Cəlillər bunun üçün çalışıb. Amma təəssüf ki, indi biraz onun üçün çaba göstərən, bəli, müəyyən qədər. İndi görək, təbii demərəm ki, mən bir Sabir qədər, bir Cəlil qədər çalışıram, amma bir müəllim olaraq düşünürəm ki, ən azından müəyyən təbliğatlar aparmaq, bu kütləni idarə etmək lazımdır. Yəqin ki, bir kitabla bizi Yox, əlbəttə ki, ümumiyyətlə Azərbaycan ədəbiyyatından çox uzaqlaşıb insanlar. Məlum şəxsin adını deməyəcəm. O şəxsi deməyəcəm, onu oxumayın. Mənim ağlıma çox gəlir, indi mənim olsun. Bir deyil, iki deyil. Bəli, xüsusən detektiv janrı. Bəli, onu da bildik. Bəli, o deyil. Bilirsiniz, bu janra müraciət etmək istəyənlər çox gözəl əsərlər. Məsələn, Edgar Allan Poe'nun Nə küçəsində qətil idi, orasını tam xatırlamıram. O əsər var ki, çox maraqlı, möhtəşəmdir. Agatha Christie'nin, düzdür, biraz bəzi əsərləri biraz şablona qaça bilər, biraz təkrarçılıq ola bilər mövzu baxımından. Amma onun ən azından bu janrı sevirsənsə, ona müraciət etmək lazımdır. Düzdür, mən onu oxuyanları qınamayacağam. Amma zənn edirəm ki, şagirdlərimiz biraz ona çox yönəlir və gözündə çox böyüdürlər ki, bu da o qədər də faydalı deyil. Ancaq hər kəsə tövsiyə edə biləcəyim nümunələr təbii ki, yaşı əgər 18-dən aşağıdırsa, Cəlil Məmmədquluzadənin xüsusən kiçik hekayələri var ki, onlar oxunmalıdır. Onlar inanın günümüzdəki problemləri birəbir əks etdirir. Sanki heç bir şey dəyişməyib, sanki Cəlil bu dövr haqqında yazır. Daha sonra kitabxanamda əslində maraqlı əsərlər var və xatırlamağa çalışıram. Mən özüm çox Edgar Allan Poe'nun fanatıyam deyə bilərəm. Onun yaradıcılığını çox sevirəm. Quzğun adlı bir şeirlər silsiləsi var. Olduqca maraqlıdır. Və Edgar Allan Poe yaradıcılığı xüsusən qorxu, daha çox belə insident, belə şeylərə marağı olan insanlar üçün olduqca faydalı olacaq. Daha sonra
kimi demək olar? Bayaq Ömər Xəyyamdan danışdıq. O 18 yaş üstü daha yaxşı olar. Və bəzi kitablar var ki, onlar indi pedaqoji cəhətdən çox da faydalı olmaya bilər. Daha sonra Wolf Dorn, bu yazıçının əsərləri də çox maraqlıdır. Xüsusən gənclərimiz belə şeylərə daha maraqlı olur deyə ona görə tövsiyə edirəm təbii ki. Film də deyə bilərsən, əlavə edə bilərsən. Bəli, filmlər əlavə edə bilərəm. Əvvəla mən tövsiyə edərdim ki, demək olar keçmiş Azərbaycan filmlərinin bir çoxu məncə izlənməlidir. Çünki musiqisi olsun, deyək ki, səhnələr olsun, orada yumoristik məzmunlar olsun, çox səviyyəlidir. Və indi belə bir filmin nə üçün çəkilmədiyi mənə maraqlıdır. İkinci mənim üçün ən başda olan, düzdür, bu biraz pedaqoji məsləhət olmayacaq. Yenə də Amelie filmi var və mənə görə o indiyə kimi izlədiyim ən yaxşı filmdir. İstər deyək ki, görüntüsü ilə olsun, istər məzmunu ilə olsun, olduqca faydalıdır bəli. Tamam, o zaman biraz belə maraqlı suallara keçək. Misal üçün ən sevdiyiniz yemək kimi? Bu kimi əhməd. Ən sevdiyim yemək, yəqin ki, bir Qarabağlı olaraq ətli yeməklərin bir çoxunu nümunə gətirə bilərəm. Başda kabab ola bilər, sonra Ağdama məxsus bir yemək var idi. Bəziləri inanırsınız ona şalampur deyir, bəziləri kələmpur deyir. Qəribə adlar deyir. Şalampur eşitmişəm mən. Bəli, çox maraqlı bir təamdır ki, onu məncə dadmalıdır. Xüsusən Ağdamdan olduğum üçün demirəm, amma dadı həqiqətən gözəldir. Qəribə bir yemək olsa da. Və deyərdim Qarabağın yeməkləri ən çox. Yəni, bəli, biraz milliyyətçiyəm belə yerdə. Bəs musiqi soruşsaq, yoxsa gizli saxlayırsınız? Spotify arşivi belə gizlidirmi? Yox, kasıblıqdır. Spotify işlətmirəm, belə YouTube-dan davam edirik. Əgər bir deyək ki, musiqi desəydim, təbii yenə bəzi qruplar var, adları biraz münasib deyil, onu demək istəmirəm və insanlar səhv başa düşə bilər. Ona görə yəqin ki, Celine Dion'un yaradıcılığını deyə bilərəm. Onun fransız, deyək ki, ab-havasında oxuduğu musiqilər çox xoşuma gəlir və bununla bağlı bir film də var idi. O filmdə bu arada deyək ki, bir çoxları üçün faydalı ola bilər. Övladını məktəbə qoymaq istəyən bir qadındır. Bu övlad biraz hiperaktivdir və son dərəcə biraz əqli cəhətdən də problemləri var. Düzdür, çox pedaqoji yönümlü bir film deyil, lakin insan psixologiyasını və övladında müəyyən deyək ki, problemlər olan valideynləri açıqlayır. Oradan mən onu götürmüşdüm, o musiqini və filmin adı da Mommy olaraq gedir, yəni ana olaraq gedir. Daha səmimi versiyada yazıblar. Çox faydalı bir filmdir ki, insan duyğularını çox yaxşı əks etdirir və musiqisi də çox yaxşıdır. Lana Del Rey'in musiqilərindən də istifadə ediblər yəni. Bəs abituriyentləriniz arasında bu filmə baxmaq və ya da köhnə Azərbaycan filmlərini izləmək və ya da dediyiniz musiqilərə yönəlmək, bu kimi şeyləri nəzərə alırsınız və ya da onlara bunun üçün şeylər olurmu? Təbliğat aparıram. Bilirsiniz, təbliğat aparıram. Tepkiləri nə olur? Yəni reaksiyaları nə olur onlar? Onlar bilirsiniz, hal-hazırda elə bir vəziyyətdədirlər ki, 11-lər xüsusən. Onlar yəni ki, belə dünya vecdlərinə deyirlər. Yazıda bu testi yazır müəllim. Ayrıca deyəcəm. Çünki inanırsınız, məsələn, mən o gün ədəbiyyat qrupumda Mir Cəlalın Açıq kitab əsərini keçdim. Roman olaraq gözəl bir əsərdir və onu geniş mənada oxuyan bir insan çox fayda götürəcək. Yəni ilk satirik roman olaraq bəzi mənbələrdə qeyd olunur. Və mən dedim ki, vaxtınız varsa oxuyun, xahiş edirəm. Xahişdən başqasına keçməz. Bəzən öz sevdiyim musiqiləri və s. bölüşürəm. Bilmirəm, diqqət edən olubsa, məndə belə bir anlayış var. YouTube-u sırf dərs üçün istifadə edirəm. Yəni YouTube kanalım sadəcə dərs və deyək ki, mütaliə yönümlü əsərlər üçündür. Orada bəzən əsərlər bölüşürəm. Bu yaxınlarda İmam Qazalinin bir əsərini bölüşdüm. Dilin afətləri. Çox faydalı bir əsərdir. Bəli, bəli. Və yəni sən müsəlman olmaya bilərsən. Mən buna hörmətlə yanaşıram və onu belə oxuya bilərsən. Yəni o dərəcə bir faydalı bir əsərdir. Digər tərəfdən YouTube kanalı bizdə belədir. Yalnız kitab təbliğatı üçün istifadə olunur və eyni zamanda Azərbaycan dili və ədəbiyyatdan videolar. Amma Instagramda artıq iş dəyişir. Orada musiqidə tövsiyəsi olur, orada film tövsiyəsi də olur dediyiniz kimi. Xüsusən animasiyalar var ki, onları izləmək düşünürəm daha faydalıdır o yaş qrupu üçün. Çünki filmlərdə bəzən xoşa gəlməz səhnələr şagirdin psixologiyasına yaxşı təsir etməyə bilər.
və mən o zaman deyirəm ki, bunu mütləq 18 yaş üstü bəzən məzunlar da bizlərə qoşulduğu üçün və ən önəmlisi çevrə təbliğatı. Məsələn, insanlar bilirsiniz, elə yaş qrupudur ki, biraz aqressivdirlər. Yəni qız olsun, oğlan olsun, indi heç bir fərqi yoxdur. Çox aqressiv bir yaş qrupudur və siz onları tərbiyə etməyə çalışsanız, desəz, nəsihət etsəz, qabağınıza qoysanız, mən zənn etmirəm ki, çox da fayda olar. Amma görsələr ki, ən azından bu müəllim belə işlər görür. Hə, məsələn, təmizlik aksiyaları keçirirəm mən və yoldaşımla birlikdə və müəyyən işlər görməyə çalışır. Ən azından bunu görüb deməlidir ki, hə, bu müəllim belə bir iş görürsə, mən də biraz baxım, ondan öyrənim. Yəni, insanlara göstərmək lazımdır. Bəzən video çarxlar görürük, aqressiv kimi insanları qoyurlar qabağına, bunu elə, onu elə və bu artıq zənn edirəm heç kimi tərbiyələndirməz, heç kimə bir fayda verməz. Amma elə faydalı şeylər bölüşmək lazımdır ki, məsələn, mən gərək senzuradan keçirim bunları ki, bu şagirdə faydalı olarmı? Bunu mən yollasam, versəm, ona faydası olacaqmı? Bunları düşünərək, bəli, Instagram səhifəmizi sırf bu yöndə istifadə edirik. Süni intellektlə narazı necədir? Onu necə istifadə edirsiniz? Yaxşıdır. Şagirdlərimi qınayıram buna görə. Çünki onlar mətnin açıq suallarını yazarkən biraz istifadə edirlər. Və bəli, inanırsınız mənə 8 martda, nə bilim, yeni təbriki yazılar. Baxıram ki, orada o treni görmək bəhs edir ki, o ChatGPT məhsulatıdır. Ya da emoji var. Bəli, nə bilim, baxırsan ki, belə şərt bir oğlandır, mənə yollayıb, nə bilim, güllü çiçəkli bir mesaj və sən orada bilirsən ki, artıq bu onun məhsulu deyil, ona çox üzülürəm əsasən. İnsanlar artıq duyğularını yazmırlar. Bəli, ifadə etmirlər. Bu çox pis bir şeydir. Xüsusən bilirsiniz, mətnin açıq suallarını yazmaq. Ümumiyyətlə, Azərbaycan dilindən bir müsbət var ki, şagirdlər böyük əksəriyyətin mətn tapşırıqları ilə bal alırlar. Məcbur olurlar, oxusunlar, öyrənsinlər və inanın, mənə elə insanlar müraciət edir ki, onlar oxuduğu, deyək ki, bu boyda bir mətindir, bu həcmdə bir mətindir, 300-350 söz və çox çətinlik çəkirlər. Bu çox böyük bir fəlakətdir. Yəni, bunu biz əgər düzəltməsək, bu, nə bilim, valla, anlayış sıfır, deyək ki, insanlar daim Instagramda, orada, burada sürüşdürərək vaxt keçirdikləri üçün diqqət pozulub. Biz, məsələn, nə edirik? İnsanların birinci diqqətini bərpa etməyə çalışır. Birinci tövsiyəm bu olur ki, Instagramda o videoları yığışdır. Yəni, ən azından özünə bir məhdudiyyət qoymalısan ki, mən diqqətimi buna verməliyəm. Beyin çürüməsi anlayışı, bilirsiniz, İngiltərədə səhv etmirəmsə, bu lüğətə də artıq salındı. Bizdə də bu fərqlilik olsun deyə, insanlara çatdırılsın deyə bu müzakirə olunmalıdır. Amma şagirdlərin bu cür istifadəsi, hətta müəllimlərin belə. Mən bəzən görürəm, müəllimlər hər hansı bir elmi məlumat paylaşanda ChatGPT-dən götürüb paylaşır. O güvənli deyil, heç güvənli deyil. Çünki o da səhv edə bilər və xüsusən siz $20 verib ödənişlə almamısınızsa, onun səhv etmə riski daha böyükdür və nəticədə faydalı olmur. Biraz üstünə gedəndə, sıxışdıranda səhv Bəli. Deyirəm, şəkil düzət, bir şəkil yaratmaq istədim. Elan 5 dəfə yenisini yoxladım. Mən buna nə deyim? Və müəllimin dostu olmalıdır süni intellekt. Faydalanmalısan. Xüsusən qeyri Azərbaycan dilindən fərqli olaraq digər ixtisas müəllimləri bilirsiniz. Bir elan paylaşır, o qədər səhv var. Yəni, yazı xətası çoxdur. Sən əgər riyaziyyat müəllimsənsə, bu demək deyil ki, sən Azərbaycan dilini bilməməlisən, nə bilim, belə qəribə anlayış formalaşıb insanlarda. Biz də çalışırıq ki, bunu düzəldək və süni intellekti təbliğ edərkən bildirək ki, bundan düzgün istifadə etməlisən. Çünki səni bu həqiqətən irəli aparar, çox irəli aparar, əmin olun. Mən məsələn, orada məsləhət ala bilərəm, deyək ki, bir fon düzəldəcəm elan üçün. Rənglərin kombinasiyası məndə sıfır. Mənim zövqüm sıfırdır, belə şeydir. Və ondan məsləhət alıram. Bu məsləhət kiməsə ziyan deyil və yaxud da mənim elmimə zərbə vura bilməz, kiməsə də zərbə vura bilməz. Ona görə çox istəyərdim ki, müəllimlər və şagirdlər, ümumiyyətlə, hər kəs, nə bilim, bayram mesajını da ona yazdırmazsan da. Yəni, buna da ehtiyac yoxdur. Daha çox tənbəllikdən irəli gəlir. Əlbəttə. İnsanlar çox səbirsiz olublar və bu daimi sürüşdürmə prosesi məncə bunun ən böyük səbəbkarıdır.
bir şey var ya, deyirlər görə bizim dövrümüzdə olsaydı biz daha yaxşısını eləyərdik falan. Sizin Evet. abituriyentinizdə Mən və yaxud da universitetinizdə olsaydı necə dəyərləndirirdiniz? mən də hər halda bəzən cığallıq edə bilərdim. Bəzən mühazirələri qısaltmaq üçün, yaxud nə bilim sərbəst iş yazdırmaq üçün, düzdür? Mən hələ dürüst şəkildə sərbəst iş yazan adam görməmişəm. Adətən köçürmə olur bunlar. Ancaq faydalı olardı. Yəni çox faydalı olardı. Mən 2020-24-cü illər ərzində demək olar son 24-də artıq biz yavaş-yavaş tanış olduq süni intellektlə, öz baxımından deyirəm. Yoxsa ondan öncə çıxıb təbii. Ancaq çox da istifadə edə bilmədim. Çünki həm ilkin mərhələlər olduğu üçün çox zəif idi və çox da faydalı olduğunu deyə bilmərəm. Ancaq bizim dövrümüz olsaydı mən də düzdür, arada bir təbii çatdırmadığım zaman cığallıq edə bilərdim. Ona söz vermirəm. Ancaq böyük payda müsbət şey üçün istifadə etmək olardı. Mən düşünürəm ki, məsələn, bu 4 il ərzində fəaliyyətimdə 2021-25-i nəzərdə tuturam. Süni intellekt olmadan bu yerə gəlmişəm. Amma o olsaydı, ondan kontent məsləhətləri alsaydım və ümumi insanların tələbatını mən ondan öyrənə bilsəydim, mənim YouTube kanalım daha da inkişaf edərdi. Məsələn, hal-hazırda 32.500-ə çatmışıq. Və düşünürəm ki, bu bir hardasa 50.000-ə artıq keçərdi ondan faydalana bilsəydim. Bəs gənc müəllimlərə bu sosial medianı işlətmək baxımından hansı tövsiyələriniz ola bilər? Ən böyük xəta müəllimlərin səhifəsində mən müşahidə edirəm, yumoristik məzmunla şagird qazanma çabasıdır. Siz sadəcə yaxşı bir izləyici qazana bilərsiniz, sizin daimi paylaşmanızı bəyənən, amma bir şagird qazanmaq o biraz mümkün deyil. Xüsusən müəllimlərimizlə bağlı bizim vebinarımız oldu və mən bildirdim. Mütləq şəkildə siz YouTube-dan kontent yaratmalısınız. YouTube demək olar ki, məsələn, oxuyan şagird Instagram-dan, TikTok-dan və başqa yerlərdən uzaq durur, bəllidir. Amma YouTube onda daim var. Ən gözəl seçim YouTube-dan sadiq izləyici kütləsi qazanmaqdır. Xüsusən geniş həcmli videolar, 10 dəqiqə və üstü videolar var ki, onlar şagirdlərdə ən çox fayda verəndir. Məsələn, sizin videonuz 200 izlənə bilər uzun həcmdə, çünki çox adam təbii baxmır. Ancaq oradan sizə çox şagird müraciət edə bilər. Bəli, çünki siz artıq yaxşı bir izah vermisinizsə və bir şagird 200 nəfər həqiqətən ona baxa bilibsə, bu çox böyük bir nailiyyətdir. Bəzən biz onu ölçürük rəqəmlərlə, bu düzgün bir anlayış deyil. Amma qısa videolar, çox tələbat var. Siz görə bilərsiniz, qısa video yükləyirsən, 1 saat ərzində 2000-dən çox baxış gələ bilər. İnsanlar bəyənə bilər, izləyə bilər. Amma bu şagird özünə cəlb etmək istəyən bir adam üçün faydalı bir məzmun deyil. Yəni arada yumoristik ola bilər, arada deyək ki, qısa videolardan, xüsusən baxır nədən? Məsələn, bir sual var, maraqlıdır, qısa çəkəcək bunun izahı, izah edib bölüşürsən və bu həqiqətən çox faydalıdır. Oradan da bir izləyici qazanmaq olur. Amma üzr istəyirəm, daim gülməli. Nə bilim, arxa planda mim anlayışı var da, onu daim istifadə etmək sizi gözəl bir kontent yaradıcısı edir. Lakin şagird qazanma baxımından zərrə qədər faydası bəli, yoxdur təəssüf ki. Tamam, mənim suallarım bitibdir. İzləyicilərimizin sualı varsa, onlar verə bilər və yaxud da sizin bizim haqqınızda sualınız varsa, onu da cavablandıra bilərik. Ümid etmək istədiyiniz varsa, deyə bilərsiniz. Sual var əslində. Buyur. Mənə maraqlıdır, sizin məktəb vaxtı şagird ikən hansısa bir müəlliminizlə yaşadığınız, yəni problem deyək, ondan deyək. Nar çubuğu ilə döyülmüşəm. Bundan artıq nə ola bilər? Mənim dünən bir video çəkdim. Balaca bir telefonum var idi. Onu çoxdan 7 ilin 8 ilin telefonudur. O barədə danışırdım ki, uşaqlar baxın mən bu telefon vasitəsilə öyrənmişəm. Orada o müəllimə də toxunmuşam və riyaziyyat müəllimim idi, bir çoxlarının kabusu. Bilirsiniz, mən deyə bilmərəm ki, oxumadığım fənnə görə müəllimi qınayıram. Bəzi şagirdlər bilirsiniz ki, özləri oxumur, amma müəllimi pisləyirlər. Bu düzgün bir davranış deyil. Lakin bu insanın müəllimlikdə heç də payı yox idi. Yəni həqiqətən biz düşünürdük ki, bu insan necə ola bilər ki, məktəbə gəlsin? Biraz köhnə bir üsul, köhnə üsul idarə. Təbii ki, bəllidir ki, müxtəlif yollarla siz indiki kimi miqdən keçib də, o süzgəcdən keçərək bura gəlmirsiniz. Bilirsiniz, əvvəla çox kobud bir insan idi və bir insan oxumaya bilərdi, düzdürmü? Mən də məsələn bəzi fənləri oxumurdum, amma müəllimlər tərbiyəmə görə qiymət verirdi. Düzdür, buna ehtiyac yoxdur. Sən mənə 2 də verə bilərsən. Amma 2-ni verdikdən sonra artıq zorakılığın nə mənası var? Zaten bu adam onu alıb da, bu adam zaten utanır.
Digər fənlərim yaxşı olsa da riyaziyyat mənim üçün çox çətin olur. Çünki bildiyiniz kimi o qorxu var ki, o stres var ki, sən o dərsə girəndə bir adamın ki, ürəyi bulansın. Artıq bu böyük bir stresdir. Və bir gün elə oldu ki, mən test yazmışdım. Testdə qiymətim 4-ə yaxın idi, səhv etmirəmsə və bu müəllim məndən şübhələndi ki, sən köçürmüsən. Çıxardı lövhəyə mənə qəribə misallar verməyə başladı. Yəni bu alçaltmağa çalışmaqdır da artıq ki, sən bunu yazmısan, amma bunu yaza bilmirsənsə qiymətin düşdü. Və orada bir çubuq tutdu. Nar çubuğu. Bu elə-belə deyil. Məncə onu bilənlər bilir ki, biraz ağır olur. Və incidir də adamı. Məni və 2 nəfər oğlan şagirdi. Bəli. Düşünə bilirsiniz. Yəni sən niyə bunu edəsən ki? Çox təəssüf ki, belə insanlar çox mövcud olub. Təbii mən şiddəti qınamıram. Bəzən olur ki, nadinc insanlara, nadinc uşaqlara qarşı müəllimlər aqressiv yanaşır. Bunu da düşünürəm tərbiyəvi məsələlərindən həll etmək olar. Ancaq ki, sən artıq gəlmisən və şagirdə şiddət göstərsən, zənn edirəm bunun heç bir açıqlaması olmaz. Hələ ki, mən elə bir şagird də olmamışam, inanın ki, mənə həqiqətən deyim ki, kimsə haqqını edib də bunu. Bəli, ən pis hadisə buydu. Onun xaricində başqa bir pis hadisə yoxdur. Yaxşı bir hadisə. Bir dəfə, deməli, birinci kursuyduk, online idi, evdən qoşulurduq dərslərə. Leyla Mustafazadə professor, bizim ədəbiyyat kafedrasından müəllim. Nəysə, məni mühazirə idi, amma danışdırdı. Danışdım, bir haradasa 100 nəfər də dərsə qoşulub, 50-50 birləşdiriblər bizi. Qəfil dedi ki, ged ananı çağır. Kamera açıq qalmışam, belə ki, bu mənim anam neyinir? Mən də dedim ki, anam namazdadır, indi gələcək. Hə, nəysə, anam gəldi, anama dedi ki, kameranı ver, görüm mən onu. Anamı görəndən sonra başladı tərifləməyə ki, sizin bu qızınız çox yaxşı oxuyur, sizin bu qızınıza həqiqətən bu tərbiyəni, bu elmi verə bilmişsinizsə, sizi təbrik edirəm. O zaman mən də belə həm təəccüblü qaldı, həm də görürəm ki, ay Allah, bu nə əlaqədə? Yəni məndən nə istəmiş ola bilərsə, bu 100 nəfərin içində insan utanar da, təbii ki, müsbət bir şey də olsa. Ən unudulmaz mənim üçün o oldu ki, çox yaxşı bir təəssürat yaratdı. Və ondan sonra anam mənə dəymədi, ev işlərini et demədi. Mən rahat dərsimi oxuyurdum. Online şeyləri insanlar ciddiyə almır, bildiyiniz kimi. Mən məsələn online çalışmağa üstünlük verirəm. Bir gün buradayam, burada çalışıram, başqa bir gün oradayım. Bu mənim şəxsi seçimim. Amma atam hələ də mənim işsiz zənn edir məsələn. Və yaxud da anam orada ev işləri gördürə məni iş qulaqastırmağa daha belə yaxşı hesab edirdi. Unudulmazdı bu mənim üçün. Mənim bir də sualım var ki, bu cür cəsarətli olmağı necə bacarsın? Yəni, gördüyümüz kimi bizim cəmiyyətdə fərqli saç stili, fərqli geyim, bir qızın, qadının motosikl sürməyi biraz qeyribədir və siz bu cəsarəti özünüzə necə tanımırsınız? Hardan yaranır? Valla, Bakıda motosikl sürən adama ölüm yoxdur da. Yəni, Bakıda nəqliyyat vasitəsi istifadə edirsən, orada şey olmayacam, təvazökar olmayacam. Çünki həqiqətən bu çətin prosesdir. Çünki sizə hörmət etmirlər yolda və siz balaca bir nəqliyyat vasitəsi idarə etdiyiniz üçün artıq düşünürlər ki, qaydalar sizin üçün keçərli deyil. Ancaq yolun sağında getməlisən, qıraqda durmalısan. Halbuki yol mənimdir, mənim də növrəm var, nişanım var. Maraqlısı budur ki, bu cəsarəti tapmaq mənim üçün çox çətin oldu. Əvvəla mən inanırsınız heç yəni dostuma səsli mesaj göndərəcək qədər bir cəsarətə sahib deyildim. İnana bilirsiniz, insan ki öz dostuna səsli mesaj yollaya bilməz, utanırsan da, öz səsindən çəkinirsən və s. Amma insanı proses gücləndirir. Yəni sən artıq bir addımı atdıqdan sonra, məsələn, bir il öncəki Validə indikindən daha zəif idi. Həqiqətən belədir. İnsanı proses gücləndirir. Sən addım atdıqca, yavaş-yavaş başladıqca, mən inanırsınız 2024-cü ilin may ayında kamera qarşısına keçmişəm. Ona qədər, hətta ilk videom Səfil həyatım belə bir başlıq olub. Çünki orada mən biraz ağır depressiya ilə mübarizə aparırdım. Mənim üçün çətin bir dövr idi. Və elə bir zamanda kamera alıb onun qarşısına keçmək daha da belə mənim üçün çətin oldu. Lakin çox müsbət geri dönüşlər gəldi. İnsanlar məni artıq sevə bilmişdi. Nə mənada? Mənə şərhlər yazırdılar, dəstək olurdular ki, sizin o, deyək ki, hüznünüzü görə bilirik, başa düşə bilirik. Yəni 2021-24-cü ilin o mayına qədər mən yaxşı bir kütlə toplaya bildim. Və sadəcə səsimlə bunu etdim. Heç üzümü göstərmədim, kimliyim barədə geniş danışmadım. Lakin o zaman kamera qarşısına keçəndə gördüm ki, mən indiyə qədər atdığım hər video ilə çox böyük bir iş görmüşəm.
Çünki yolladığımız hər bir video bilirsiniz ki, nəsə dəstək olur. Biz bunu bilməsək belə, məsələn, bizi ucqar rayonlarda izləyən insanlar var, Naxçıvandan, mən demək olar bütün bölgələrdən şagirdlərim var və bu mənim üçün bir fəxrdir ki, onlar məni izləyir və faydalana bilir. Və müsbət dönüşlər almaq məni artıq daha da cəsarətləndirdi. Onda imicim belə deyildi. Onda istədiyim tərzi tapa bilməmişdim. Biraz uşaq olarkən biraz fərqli bir tipdə böyüməyim məni indiki bir vəziyyətə gətirdi. Saçım qısa olduğu üçün zorakılığa da məruz qaldım. Mənə yazıb ki, bu qız da oğlan. Və belə bir şərh almaq təbii adamı biraz incidir. Çünki sənin bəllidir. Yəni bir belə deyək də üzr istəyirəm. Fərqli bir hərəkət etmirəm. İnsanlara pis örnək olacaq bir hərəkət etmirəm. Bəziləri kimi ifrata varacaq bir işdə görmürəm. Motosikl sürən qadınlarımız da var. Bizim gözəl bir klubumuz var. Orada inanın o qədər səviyyəli insanlar var ki, yəni belə deyim də sizə boş bikar deyil bu adamlar. Bu adamların müəyyən bir vəzifəsi də var, işi də var, gücü də var, əli yüzü düzgün, ailəli xanımlar var, subaylar var. Cəmiyyətə bunu biraz aşılamaq zaman alır. Sən özünü öyrətməlisən, göstərməlisən ki, belə insanlar da var və bu əli yüzü düzgün adamdır. Mən deyirəm, bir dəfə keçirdim sorğu ki, siz mənim nə olduğumu düşünürsünüz? Yəni ikinci ixtisasımın nə olduğunu təxmin edirsiniz. Bəli, döymə ustası olaraq, barista olaraq düzdür. Bunları mən qınamıram. Təbii bunlar pis peşələr deyil. Hərənin öz deyək ki, işi var, gücü var. Buna nəsə demək düzgün olmaz. Amma gördüm ki, insanlar məni təhsildən başqa hər yerdə görüblər və inşallah ki, bu barədə yaxın günlərdə də açıqlayacağam ki, hansı deyək ki, peşədir. Belə bilmək istəyirsiniz, deyə bilərəm. Biraz fərqlidir. Bu peşənin hal-hazırda 30%-nə gəlmişəm. Tam 100%-də, yəni müəllimlik qədər bir peşəkar bir səviyyə deyil. Mənim artıq ikinci işim sualtı divingdir, yəni dalğıc peşəsidir. Buna sahib olmaq üçün biz PADI-dən sertifikatlar alırıq. Yəni ki, siz bu sertifikat üçün təbii kurslardan keçirsiniz, su altında dalış edirsiniz və soyuqda girirsən suyun altına. Biri var, soyuqda üzəsən, o Xəzər TV-də hər dəfə çıxır, bir dənə dayı çıxır. Hər ildə var o dayı. Onun kimi deyil, onunki rahatdır. Bizdəki suyun artıq tam altına. Yəni siz 6-7 metr, bizdə indi bəli, məsələn, hal-hazırki sənədimlə mən artıq 30 metrə qədər eniş edə bilirəm. Və bu çox-çox soyuq bir şeydir, şərait deməkdir. Təbii bizim geyimlərimiz var, amma yenə də bu səni ölümdən xilas etmir. Mən deyirəm, hər zaman gördüyüm işlər biraz risklidir. Təbii hamıya tövsiyə etmirəm. Gərək bunun üçün müəyyən tələblərdən, normativ qaydalardan keçəsiniz. Lakin bu ixtisas mənim üçün daha yaxındır və Xəzərə məni daha da bağlı edir. Yəni bunları etmək üçün sadəcə proses oldu. Yəni bir anda inanın məndə o özgüvən, məndə özünə inam yox idi. Hələ ki belə bir riyaziyyat müəlliminin yanına gəlib bir insan özgüvənli necə ola bilər ki? Yəni bu çox böyük bir zaman aldı, çox böyük bir yəni məndən çox şey apardı deyə bilərəm. Mən bu yaşda saçımda nə qədər ağ var bilmirəm. Orada sezilməsə də arxa tərəf ağdır da yəni. Mənim anamın heç bu qədər ağ saçı yoxdur. Və nəticədə bu proses həqiqətən çox uzun çəkdi. İnsan mütləq addım atmalıdır. Gənc müəllimlər xüsusən çəkinirlər. Mən ilk təqaüdümlə aldığım telefonla başladım video çəkməyə. Ona kimi öz telefonum olmuyor. Və bu dediyim kimi çox narahat bir proses idi. Sən özünü razı salmalısan bu işə, sən özünü mütləq ki, görməlisən bu işdə ki, mən burada irəli gedə biləcəm ya yox. Təbii ki, bəzi insanlar doğru zamanı gözləyir, amma addım atmadığı müddətcə o doğru zaman heç vaxt gəlməyəcək, buna əmin ola bilərsiniz. Biraz çətin bir prosesdir. Bayağı abituriyentlərdən danışdınız, ağlıma bir sual gəldi. Abituriyentlərinizi müəllimliyə yönləndirirsiniz, yoxsa mən düşmüşəm, onlar yanmasınlar? Mənim bir dostum var, adı Lamiyə xanım, çox savadlı biologiya kimya müəllimidir. Bir də gördü status yolluyor, amma müəllim olmuyor. Yazır hər yerə yapışdırır deyil, müəllim olmuyor. Yəni çətin bir prosesdir. İndi yəqin ki, son qərarları eşitdiniz. Biz düşünürük ki, hər halda çox bal toplamış insanları sanki cəzalandırırlar tam ştatlı işlərlə və s. Lakin bu belə deyil. Zənn edirəm ki, təhsilimiz get-gedə əslində yaxşılaşa bilər. Yəni, əgər siz məktəbdə müəllim fəaliyyətini seçirsinizsə, biraz çətin proseslər olacaq. Xüsusən ilk 5 il məktəbdə bilirsiniz, bu sertifikasiyadır, MİQ imtahanından çıxmısan, girirsən yenidən sertifikasiyaya, özünü təsdiqləmək üçün zamandır, biraz qoca müəllimlərin sıxışdırmasıdır, direktorun incitməsidir. Bu proseslər indi
dürüst danışsaq hər işdə var. Böyüklər yeni gələnləri, kiçikləri sıxışdırır. Ancaq siz desəz ki, məsələn, mənim qayəm nə olub? Mənim bir videom var idi, məktəbdən nə üçün imtina etdim. O video çox izlənib və insanların çox böyük dəstəyini gördüm. Və bəzi insanlar yazır ki, mən bir imtahana girməyəcəm bu videodan sonra. Təbii mənim məqsədim insanları uzaqlaşdırmaq deyil qətiyyən. Amma mən onu da bildirmək istədim ki, mənim məqsədim tamam fərqlidir. Mən məsələn bir məktəbə getsəm, deyək ki, maksimum 500 nəfərin üzünü görəcəm və onlara dərs verəcəm. Dərs versəm də, yəni bu müştəri yığmaq üçün ora getdiyim mənasına gəlmir. Dərsimi dürüst şəkildə verərəm. Mənim üçün problem deyil. Maaşımla da qayna olub oturaram. Lakin mən hal-hazırda 30 mindən çox adam. Hətta bəzi videolarımız var ki, daha çox izlənir, lakin abunəçi indi az ola bilər. Daha çox insana fayda vermək üçün enerjimi sərf etmək yerinə niyə müəyyən bir, deyək ki, məhdudiyyət qoyum özümə? Və düşündüm ki, biraz fədakarlıq etmək lazımdır. Bəzi insanlar elə bilirlər ki, məktəbdən uzaqlaşmaq bu sadəcə daha çox qazanc əldə etmək üçündür. Xeyr, belə deyil, həqiqətən belə deyil. Ən azından öz adıma belə deyil. Və mən hər zaman tövsiyə edirəm, baxmalısan ki, müəllim kimi necə fəaliyyət göstərəcəksən. Mənim kimi məsələn fərdi yolunu seçəcəksən, yoxsa məktəb yolunu seçəcəksən. Onların hər ikisinin çətinliyini şagirdə açıqlamaq lazımdır. Bizim bu barədə tövsiyələrimiz də olur ixtisas barədə. Məsələn, mən onların çoxuna bildirdim ki, 18 yaşında validənin seçdiyi ixtisas indi davam edir. Validə bu işi sevir, amma validə artıq ikinci ixtisas da istəyir. Yəni bu mümkünsüz deyil. Bəzi insanlar düşünür ki, hə mən 17-18 yaşımda bunu seçmişəmsə daim bununla davam edəcəm. Xeyr. Mən deyirəm ki, özün seç və əgər ki, nə zamansa peşman olsan, məsələn, valideynin deyir həkim ol, sən də deyirsən ki, yox, mən dizayner olacağam. Nə zamansa peşman olsan, öz peşmanlığını çək. Valideynin sənə peşmanlıq yaratmasına icazə verməməlisən. Çünki o daha ağırdır. İnsanın öz peşmanlığından məncə o daha ağırdır və valideynlə aranda soyuqluq da yaradır. Sonra sən sevmirsən, deyirsən ki, sən bunu mənə məcbur etdin. Biz indi çalışırıq ki, deyək bunu, məsələn, sən müəllim olmaq istəyirsənsə, səndə hansı şəxsi keyfiyyətlər olmalıdır? Xüsusən səbirli olmaq, dözümlü olmaq, tolerant olmaq. Məsələn, mən həmişə deyirəm, o riyaziyyat müəllimi, o insan səbirli bir insan deyildi. O insan özlüyündə yaxşı bir insan kimi seçilə bilər. Amma sən səbirli deyilsənsə, bu ixtisasda nə işin var? Bunların hamısını nəzərə almaq lazımdır ixtisas seçimi zamanı. Mən məsələn dedim ki, validə bu qədər əqli əmək səni çox yorur, biraz da fiziki bir işə ehtiyacın var. Getdim dağıcılığa yönəldim. O sudan çıxanda o ağırlıq özündən 20-30 kilo şey daşımaq mənə bəs eləyir. Bəzən sorğuluyuram özümün ki, niyə bunu seçdim, amma ən azından düşünürəm insan fərqli təcrübələr yaşamalıdır, fərqli işlər görməlidir və bu insanı insan edən cəhətdir. Çox təəssüf, indi insanlar sırf pul qazanmağa fokuslanıb və düşünürlər ki, daha çox gəlir, hardadırsa o ixtisas superdir. Ancaq bu belə deyil, insan öz keyfiyyətini təbii nəzərə almalıdır. Amma mən tövsiyə edirəm, bəli, deməzdim ki, tövsiyə etmirəm. Hal-hazırda fəaliyyət göstərmək istəyən tələbələrimizə və yaxud da siz yeni referendum fəaliyyət göstərən Validə Vəliyevlərə hansı tövsiyələr versiniz? Əvvəla tövsiyəm bu ola bilərdi ki, sosial şəbəkənin gücündən maksimum faydalansınlar. Bir insanı hal-hazırda ən yaxşı formada divar elanı yox. Siz yəqin görürsünüz divarlarda elan, müəllimlik, hətta xətalar olur, sonra biabır da olursa, buna çalışmaq lazım deyil. Mən heç vaxt bunu açıq deyə bilərəm ki, kiməsə pul verib də deməmişəm, məni reklam et. Kimsə paylaşıbsa bunu təşəkkür edirəm və o dəstək üçün edir. Hər zaman ödənişli reklamlardan qaçmışam. Səbəb nədir? Sizi çox dəxilsiz yerə yoracaq insanlar qabağınıza çıxacaq. Bu valideyn də ola bilər, şagird də ola bilər. Dünən gecə saat 1-də mənə mesaj gəldi. Salam. Bu adam dərslə maraqlanır, bunu bilirəm və inanırsınız o ki, nömrən sosial şəbəkəyə düşdü, səni dəxilsiz insanlar narahat etməyə başlayır. Ən önəmlisi öz vaxtından, öz həyatından çox fədakarlıq etməməkdir. Validənin ən böyük səhvi bu olub. Gecə neçəyə qədər çalışmışam və bir adam mənə buna görə əlavə təşəkkür etməyib. Düzdür, lazım da deyil. Bunu özüm üçün etdiyimi düşünürdüm, amma gördüm ki, bu mənim sağlamlığımdan apardı. Mütləq şəkildə bir vaxt çərçivəsi qurmalısınız ki, mənim iş saatlarım buradan bura kimidir, bundan sonra heç kim məni narahat edə bilməz. Çünki biz də insanıq, gecənin bir vaxtı gələn mesaj mən nə üçün cavablayım? Sən gecə, hələ biri görüntülü zəng vurmuşdu saat 2-də. Sən məndən nə istəyir ola bilərsən gecə? Nəyin izahını istəyirsən yəni? Nə qədər vacibdir ki, o sualın cavabını almalı yəni. Kitaba çıxacaq ki, müəllim bunu izah edən.
Təbii ki, o nədən irəli gəlir? İnsanlar sərhədlərini bilmir. Məsələn, mən daim videolar çəkirəm. İnsanlar bunu yaxşılıq olaraq görür. Çox şadam. Mənim də məqsədim budur. Necə ki, əvvəllər mən əziyyət çəkmişdim, video axtarırdım ki, izləyim bir şey öyrənim. Qoy insanlar da öyrənsin. Lakin sərhədlərinizi qorumalısınız. İnsanlar artıq sizi yaxşılıq mələyi kimi görüb, sizin insan olduğunuzu unutmamalıdırlar. Və düşünürlər ki, gecənin bir vaxtı və yaxud da dərsdəyim, zənglər gəlir, mən nə edim, uşaqları atım, səninlə mi məşğul olum? Bu sərhədlərinizi mütləq qorumalısınız. Birinci budur, vaxt və sərhəd məsələsi. İkinci, özünə inam. YouTube-da sizə mənfi şərhlər gələ bilər. Mənə məsələn, mən biraz əlaqəsiz olacaq, makyaj istifadə etmirəm. Bu mənim şəxsi tərzimdir. Bir qadın istifadə edir, çox gözəl, mən ona nəsə deyə bilmərəm. Mənə dəxli də yoxdur. Mən deyə bilərəm ki, bəy siz niyə qalsıq taxmadınız? Mənə nə dəxli var bunun? Və yaxud da kimsə mənə bunu desə, təbii ki, mən də sorğulayaram ki, sən mənə dərsim üçün müraciət etmisən. Sən mənim imicimi, görünüşümü nə edirsən? Yəni, bu sənə hansı fayda verər? Belə insanlar, üzr istəyirəm, hədsizlər çox olacaq. Məsələn, sizə də bu şərh gələ bilər. İnanırsınız, səliqəli belə geyinsən, nəsə tapacaqlar. Yenə də tapacaq. Mümkün deyil ki, bu insanlara nəyisə məmnun edəsən. Zaten oxumaq istəyən səviyyəli insan sizə sataşmaz, o da bəllidir. Sadəcə blok edin, vəssalam. Şərh yazmaq, özünüzü isbat etməyə çalışmaq sizin vaxtınızı aparır. Daha öncə yoxlamışam və heç bir nəticə əldə etməmişəm. Əmin ola bilərsiniz, hətta bir dəfə polisə belə müraciət etməli oldum və polis də işə baxmadı. Mənə bilirsiniz nə dedilər? Dedilər ki, Validə xanım, siz burada fəaliyyət göstərirsinizsə, belə şeyləri öyrəşməlisiniz. Yəni, mən üzr istəyirəm, ləyaqətimin alçaldılmağını öyrəşməliyəmmi? Əlbəttə ki, xeyr. Nə edim? Üzr istəyirəm, mən ona qayıtsam, o məni məhkəməyə verəcək, mən də qayıtsam, pis qayıdacam və mən istəmərəm ki, imicimdən müəyyən zərbələr dəysin, mənə xələl gətirsin. Kimsə görər və deyər ki, Validə müəllim belə bir ifadə işlədi, bu düzgün deyil. Mütləq səbirli olmaq, bu şərhləri nəzərə almamaq lazımdır. Deməyin ki, mənə gəlməz, gəlir və bu insandan müəyyən qədər özgüvəni aparır, özünə inamı sarsıda bilər. Bunun qabağını almaq lazımdır. Çünki o insanların dərdi özü ilə, bizlə deyil. Bunu bilmək lazımdır. Ən önəmlisi isə bu sərhəd məsələsi, sosial şəbəkə məsələsi. Mütləq şəkildə özünüzü inkişafa vaxt ayırmalısınız. Məsələn, bir ara düşündüm ki, mən artıq hər şey bilirəm. Bu, insana gələn ən böyük təhlükəli bir, deyək ki, duyğudur. O zaman sən artıq egoist bir insan ola bilərsən, yeniliyə açıq olmaya bilərsən və inkişaf etməzsən. Qətiyyən belə bir hissə qapılmayın, çünki müəllim daim araşdırmalıdır, öyrənməlidir. Elə bir şey yoxdur ki, sən mükəmməl olasan bir sahədə. Yəni, nə mənada? Təbii, əsasları bilə bilərsən, şagirdlərin tam yüksək bilə bilər, amma bir sual çıxar ki, səni pərt edə bilər. Ona görə qətiyyən o səviyyəyə gəldiyimiz zaman özümüzü nə etməməliyik, daha belə egoist görməməliyik və deməməliyik mənəm burada. Buyurun. Mən də bir sualım olacaq. Deməli ki, öncə mən baş dediyiniz o səs məsələsinə qayıtmaq istəyirəm. Mən siz ilk video paylaşandan bəri bütün videolarınızı, elə bir videonuz yoxdur ki, izləməyim, bəyənməyim, şərh yazmayım. Və sizin o vaxt videolarınıza baxanda anam gəlib tez-tez təhsilinlə maraqlanırdı, həqiqətən. Deyirdi ki, məsələn, nəyə baxırsan, nə izləyirsən? Deyirdim, müəllim var, Validə müəllim, Validə Vəliyev var. Hətta dərslərinə də qoşulmaq istəyirəm. Təbii ki də hər zaman təhsilimdə müsbət reaksiya edildilər. Məsələn, deyirdi, səsi nə gözəldir müəllim. Həqiqətən səsi çox gözəldir. Məsələn, mən də özümü sizə oxşadıram, həqiqətən idealısınız hətta, o sizdən ruhlanıram. Yəni, o sözü anam işlətmiş, onun üçün də siz məsələn deyirsiniz, səsimə bir müddət reaksiyam yaxşı olmayıb və s. Yəni, səsiniz gözəldir həqiqətən. Təşəkkür ederim. Həmçinin digər sualım belədir ki, məsələn, siz indi parkda, bulvarda və ya hər hansı bir yerdə olanda sizi tanıyan bir insan, yanınıza yaxınlaşan bir insan olurmu? Bəli. Və inanırsınız, hər dəfəsində belə mən biraz sosial cəhətdən çox aktiv deyiləm, nə mənada. Çox adamla danışsam da gündəlik. Şəxsi həyatımda çox az adam tanıyıram və çox az adamla üzləşirəm. Bir dəfə bir marketin qarşısında olarkən ilk hadisəm o olub və bu hardasa bir neçə ay öncə baş verib. Çox insan yazırdı ki, sizi falan yerdə görmüşük, şərhlər yazırdılar, sağ olsunlar, yaxınlaşmayıblar. Bu mənim üçün yaxşı bir şeydir, çünki tanıram. Qəfil gəldi, Validə Vəliyeva, dedi, mən hardan tanıyırsınız? Dedi, YouTube-dan şok bir dənə telefonu çıxartmaq var idi. Həyatımda elə bir şok yaşamam. İnsan soruşar, bəlkə mən o deyirəm, yəni, belə çıxardıb belə.
Yenə yaxşı düşdüm, yaxşı qurtardım. Amma ən azından səviyyədə bir müəllim olar. Bunu desəydi yaxşı olardı. Belə bir hal olub. Daha öncə yazanlar olub. Yazırlar filan məkanda olmusunuz. Mən də oturmuşam evdə, 3 gündə evdən çıxmıram. Məni kim oxşatmış ola bilərsən görən, ay Allah, kimə yenə bənzədilər. Qəribə məkan adları deyən var. Deyirəm, ay Allah, bura haradır? Məni burada görən olsa mənə nə deyəcək? Yəni bunu bura yazıblar. Təbii olub, bir neçə dəfə olub ki, yaxınlaşanlar da olub, şəkil çəkdirən belə sağ olsun. İlk selfim orada oldu. Yəni məmnunam. Həqiqətən insanlar yavaş-yavaş tanıyır. Ən son Dəniz Molda olarkən bu baş verdi. 4-cü kurs tələbəsi. Dedim, deməli məni çoxdan da izləyir ki, artıq 4-cü kursa gəlib. Çox şad oldum həqiqətən. Olur yəni belə şeylər. Mən axırıncı sizin dərs videolarınıza baxanda bilmirəm, nə mövzu ilə əlaqəli idi. Sizin bir videonuz qarşıma çıxdı. Orada saçınız buradan idi. Mən şaşırdım. Çünki sizi formada görməyə öyrəşirkən və siz formada mən qəbul Müəllimdir, oraya girmə. O videoya mən baxanda deyirəm ki, o videoda çox izlənib, silməyə də əlim gəlir. İnanırsınız, o videoya baxanda deyirəm, bu mənəm. Çünki saçım sanki şey taxmış kimi, parik taxmış kimi. Və elə deyirəm ki, o heç mən deyirəm də. Yəni, təbii, oradakı halım çox fərqlidir, indiki halım çox fərqlidir. İndi deyil, mənə məsləhət görürlər, saçını dara. Mənə biri yazmışdı ki, deyil, mən inanırsınız, güzgəyə baxanda özümü yaxşı hiss edirəm. Ola bilər, qıraqdan dəli yoxşum. Einstein'in saçı elə olanda olur, mənim alanda pis olacaq. Yox, təbii ki, mən elə şeylərə diqqət etmirəm təbii. Amma birisinin şərhi məni o qədər həm güldürdü, həm də belə qaldım bir tər. Yazıb ki, əvvəlki videom, həmin videolarımdan biri uzun saç. Mənim indiki halınız, daha doğrusu bu halınız daha qəşəngdir. O məni bəs elədi ki, yəni indikini bəyənmir bu adam, əvvəlkini daha yaxşı hesab edir. Təbii, gözə xitab etmək lazımdır, bilirsiniz. Bəzi insanlar mənə baxarkən qıcıq duyğusu yarana bilərdi, ola bilər, nə bilim valla. Qəribə insanlar var, əmin ola bilərsiniz. Məsələn, səsdən narahat olan insanlar var. Düzdür, bəzi insanların nitqində problem insanlara biraz xoş gəlmir. Mən buna şahid olmuşam. Məsələn, məndə də problem var idi, cırı-çırı məsələsi. Qarabağın köksündən gəlmiş adamam, zəhmət olmasa biraz tolerantlıq da nümayiş etdirir. Amma hər zaman deyirəm, bir məsləhətim də budur ki, ixtisas fərqi yoxdur, nitqi düzəltmək lazımdır. Tamam. Savadlı yazı və nitq sizi hər zaman daha peşəkar göstərir. Yəni, bu meyarları qarşıladığım müddətcə deyirəm ki, mənim qabaqda heç kim dura bilməz. Sən gəl mənə de ki, hə, sənin saçın belə yox, belə olsa. Mənə yazıb ki, saçınızı düzləşdirin. Buruq saçı adam saçını düzləşdirir, nəyə oxşayar? Sən belə şərh yazmaqda məqsədin nədir? Çox qeyri-adi şərhlər olur, inanın. Bayaq dediniz, köhnə saç daha yaxşıdır deyən. Məncə siz orada tək deyilsiniz. O bütün xanımlarda keçərli ki, əvvəlki halım daha yaxşıdır deyəndə qarşılıq olar. İndi pisəm ki, bu sağa gəlir. Bu məni hər zaman narahat. Hamı da belə deyə. Biri yazmışdı ki, müəllim, o videonu Instagramda bölüşmüşdüm. Biri yazmışdı ki, yeni dim test topluluğunu tanıdırdım ki, içində bunlar var. Bir yazıb ki, müəllim, özünüzü niyə bu günə qoymuşsunuz? Və kanal 3 gün öncə açılıb. Mənə özəl bir kanal yaradıb bu adam. 3 gün yox, əstəğfurullah, o başqasıydı. Yazıb ki, 50 dəqiqə öncə. 50 dəqiqə öncə açıb videomu izləyib sağ olsun bəhrələnib. Axırda da belə bir şərh qoyubdu. Mən də onu paylaşdım ki, o bir ifadə var ya, man olub. Valla paylaşdım ki, mənə nə olub ki? Yəni, nə olmuş ola bilər? Biri yazır, nə bilim, göz altında qara. İnsan deyilsən, sən özün, oğlan ne yazan? Nə deyirəm buna? Sən özün makyaj mı istifadə edirsən? Yəni, göz altını mı bağlayırsan? Qəribə şərhlər olur təbii. Bunlar artıq məni çox güldürür. Bir il öncə olsaydı, inanın, oturub bütün günümü bərbad edərdim ki, bu insan niyə mənə belə dedi? Bəli, mən ona nə cavab verim, içimə sığmazdı. Amma artıq indi belə, yəni, boş ver. Bundan ötürü özünü yoracaq. Bəyənmir, laf yaxşı. Başqası. Əsasən bəyəndim. Bu sağlıq təsəvvürləri olacaq. Günümüzdə həm şagirdlərin gərginliyi, narahatlığı, sanki bütün dünyanın yükü çirinlərindəymiş kimi narahatlıqlar var və bu bəzən həm müəllimə yansıyır, müəllimə aqressiv davranırlar, həm də dərslərinə yansıyır, dərslərindən kənarlaşılır. Bu cür şagirdlərə nə tövsiyə edərsiniz? Onlar həyatlarında sizə
sizcə nələr dəyişir? Mənim belə stressdən əziyyət çəkən və aqressivləşən şagirdlərim olub. Bu il bir şagirdim var ki, biraz həyəcanlıdır, biraz inadkardır. Ötən il 2 şagirdim olub. Biri getdi 300 tam balla respublika birincisi oldu, Şahin Məmmədov. Onlara mən belə bir ad vermişdim. O 10 stomatoloqdan biri var ya, hər şeydən narazı və hər şeyə bir muz. Və belə təbii şagirdlər olur. Birincisi, müəllim mütləq şəkildə o stresi aradan qaldırmaq üçün vasitə tapmalıdır. Məsələn, bu şagirdin stresi mənimlə mi əlaqəlidir? Yəni mənim fənnimlənmi? Məsələn, şagird deyə bilər ki, ay müəllim, mən sınaqda mətni bərbad yazmışam və təbii stressə girəcək. İmtahana az qalıb, səndəki böyük bir, deyək ki, sualı pis yazmısan, böyük bir sualı, böyük bir bal tələb edəni. Belə olanda birinci araşdırmaq vacibdir ki, bu stresin qaynağı nədir? Mən bu zaman birinci buna baxıram. Görürəm mənlə əlaqəli deyilsə əgər, mənlə əlaqəli olsa o şagirdə dəstəkləyici bir mesajla, səsli bir mesaj, xüsusən səsli daha yaxşı olur, çünki daha yaxşı əlaqə. Lazım olsa zəngləşməyi çox sevməsək də, amma belə yerdə işə yarayır və ən sonda isə lazımlı materiallar yollanmalıdır. Məsələn, görürsən ki, bu şagird deyir ki, mənim bunda əziyyətim var və onu ondan təmin edirsən. İkinci variant nədir? Ola bilər ki, riyaziyyatda problemi var, amma qanı qaradır və sənin də fənninə bu yansıyır. Belə olduğu halda artıq şagirdlə, valideynlə biraz əlaqə saxlamaq lazımdır. Şagirdə dolayı yoldan demək lazımdır ki, biraz riyaziyyat müəllimini silkələ, sənə kömək eləsin. Çünki mən şahidi olmuşam. Mənim fənnimi, məsələn, mən vaxtla işləməyi öyrədirəm. Deyirəm ki, sən imtahanda Azərbaycan dilində, məsələn, buraxılışı nəzərdə tutsaq 45 dəqiqə vaxtda bitirməlisən, 50 dəqiqə Azərbaycan dilinin üzü açılmamalıdır. Vəssalam, biz buna öyrədirik, öyrəşdirik. Amma digər fənn müəllimləri bəzən bilirsiniz nə deyir? Birinci mənim fənnimi yaz. Yəni bu adam qaranti edir ki, birinci mənimkini yaz, o birilər mənə maraqlı da deyil. Belə olanda da vaxt problemi yaşana bilər. Bu da ikinci bir stressə səbəb olan məsələdir. Müəllimlərdən bu tələb olunmalıdır. Şagird özü dillə bunu deməlidir. Təbii, normal bir üslubda ki, müəllimlə də arasında bir aqressiya yaranmasın. Çünki bir müəllimlə bir şagird bir dəfə düşdüsə, dərs prosesi onlar üçün inanın ki, belə süni olacaq. Yəni müəllim ona süni bir şəkildə yanaşacaq, şagird də yalandan yola verəcək. Bunun qabağı alınmalıdır. Üçüncü bir vəziyyət nədir? Ailə daxili problemlərin dərsə yansıması. Burada artıq valideynlə mümkün qədər şirin dillə, inanın valideynlər düşünür ki, övlad mənimdir və bu övladı ancaq mən sözləyə bilərəm. Döysəm də özüm döyərəm, söysəm də özüm söyərəm. Ancaq qıraqdan bir, deyək ki, ailəyə təbii ki, nə etmək, müdaxilə etmək düzgün səslənmir. Düzdür, bizim boynumuza qoyublar ki, müəllim ailəyə də müdaxilə etməlidir. Amma artıq valideynlər belə məsələlərdə qapalıdırlar. Siz bu zaman mütləq şəkildə, mən məsələn kimdənsə narazıyamsa səs yollayıram və bildirirəm ki, aqressiv danışmayın, dalaşmayın, sadəcə olaraq dərdləri ilə maraqlanın, problem nədir, biz bunu bilək. Artıq mülayim dillə onu başa saldıqca, valideyn də başa düşür ki, sən həqiqətən onun qeydinə qalırsan, sən sadəcə şikayət etmirsən. Və burada artıq stresin səbəbini durub deməyəcəm ki, sən bugün ərinlə mi dalaşmısan, bu uşaq niyə belədir? Bunu deyə bilməzsən təbii ki. Sən burada sadəcə olaraq sırf şagird yönümlü davranmalısan. Deməlisən ki, məsələn, şagird biraz dərslərində axsayıb, biz digər qrup yoldaşları ilə bərabər müzakirələrdə daim iştirak edirik. Yəni, indi belə bir məsələ var da, 10 şagirddən biri problemli çıxırsa, nə mənada, nəticəsi problemli olursa. Burada müəllimin də günahı açığı yoxdur. Deməli, burada artıq qeyri faktorlar var. Siz bununla mütləq maraqlanmalısınız və şagirdi danlamamasını rica etməlisən. Çünki şagird danladı, şagirddə artıq sənə qarşı bir aqressiya yaranıb və şagird sənin dərsinə girəndə süni yanaşma edəcək. O da sizin üçün ən böyük problem olacaq. Yəni, üç cəhətdən bunu müzakirə edə bilərik biz. Bəli. Yox, son illərə keçək.